Bu günləri sobasız, qazda tort hazırladım. Çox tez hazırlanır və çox dadlıdır. Qram qatlaşmış süt, qatlaşmış sütün üzərinə bir yumurta, ağ və sarısını bir yerdə. Qatışdırırıq ikisini. Üzərinə mən şəkər əlavə edirəm 3 xörək qaşığı, yəni şirin sevdiyimizə görə. Kim istəsə əlavə etməyə bilər. 3 xörək qaşığıdır. Yəni istəməyən əlavə etməyə bilər. Mən 3 belə dolu un, 3 dolu stakan un qoymuşam. Yəni ola bilsin ki, biraz daha çox lazım olacaq. Unun tam tutmaq olmur. Yəni xəmiri göstərəcəm necə olmalıdır. Ona görə tam unu tuta bilmirəm. Amma belə 3 stakan göstərməyə görə 1 stakan əlavə edirəm. Ələnib. Hələ əllə yoğurmuram. Qaşıqla qatışdırıram. Lazım olan bir kıvama gələndə yoğuracam. Qabartma tozu və vanil. İkinci stakanı əlavə edirəm. Belə qatlaşdı, qaşıqla eləmək olmur, qarışdırmaq. Buna görə yoğururam və un əlavə edəcəm. Hamısını tökmürəm, yarı-yarı. Hələ də baxın belə, tam hamısı bir-birinə yapışmır. Yenə un əlavə edirəm. Xəmir hazır oldu. Bu şəkildə alınmalıdır. Yəni yapışmamalıdır. Undan, yəni 3 stakan unu idi. Bunu dedim sizə göstərim. Bu qədəri qaldı. Bəzən lazım olur. Yəni bilmirəm nədəndir. Qatlaşmış südəndir, nədəndirsə. Bəzən un biraz daha çox gedir. Bəzən elə olur ki, un daha az gedir. Bu qədər qaldı. İndi bunu böləcəm hissələrə. Bu şirniyyatı tez-tez hazırlayıram. 5, 6, 7, 8, 9, 10, 11. Şimdi 11 oldu. Şimdi bunları açıram, qoymuram, yəni gözlətmirəm. Qalsın, dinlənsin. Sırazu açmaq olar, yəni problem deyil. İndi isə xəmiri açıram. Xəmiri açanda, yəni ondan qorxmayan, çoxlu unlamaq lazımdır. Xəmir özü çox kaprizli xəmirdir. Ola bilsin ki, siz açanda belə qıral yanlardan cırılsın. Olsun, o da problem deyil. Onsuz da bilinməyəcək. Kremləyəcək, qalacaq içərdə. Yəni akuratla olsun deyənə qapaqla kəsirəm. Biləm, gətirməmişəm. Bıçaqla da kəsə bilərsiniz, bu pizza kəsərlə də kəsə bilərsiniz. Hansından rahatdır. Razmeri də özünüz seçirsiniz. Öz tavavuza görə. İstəsəniz biraz da geniş aça bilərsiniz. Yəni geniş qapaq qoyub kəsə bilərsiniz. Bu qalan xəmirləri də sonra yenə ayrıca qızardacağım üstünə belə səpmək üçün. Bunu indi aparam tavaya bişməyə. Getdik. Tak.
Tavanı qabaqcadan qoymuşdum, isti olsun. Yağ tökmürük, yağ vurmuruq. Elə bil lavaş pişiririk də. Xodunu mən biraz çox verdim, yanmadı da, qızardı. Biraz alırıq. Yəni isteğe görədir, kim istəsə lap belə çoxlu belə qızarda bilər, çox pişirə bilər. Amma mən lap çox pişirmirəm. İndi bu hazır oldular belə 11 dənə. Tavanı söndürmədim. Həmin o qıraqları, kənarları qalmışdı. Və onları elə bu şəkildə tökürük tavaya. Biraz daha çox qızardacağım ki, yaxşı belə ovulsun. Tökürəm təzədən qaba, qoyuram soyusun. Soyandan sonra ovuntu halına getirəcəm. 3 yumurtanın sarısı, 90 qram şəkər, ikisini qaçışdırırıq. Hələ qaz yanmır, yəni qazı yandırmamışam. 20 qram kraxmal, qarğıdalı kraxmalı. Kimin yoxdursa kartoşka da kraxmalı, nişasta. 300 ml süt. Yarısını əlavə edim, qaçışdıram. İndi isə tam bütün qalan südü əlavə edirəm. Tam 300 ml. Yəni doluya 1 stakan. Dayanmadan qaçışdırmaq lazımdır ki, dibi yapışmasın. Qaçışdırmaq lazımdır ki, dayanmadan. Yəni tez hazırlanacaq. Bir-birinə belə yapışmasın. Qatlaşmaya başladı, baxın. Vəsə, hazırdır deməkdir. Söndürürəm. İndi bunu yaxşı soyutmaq lazımdır. Tökəcəm indi qaba, soyusun. Sonra da qoyacağam, soyudacağam. Tam soyunmalıdır. İndi kənarda saxlayacağım. Tam belə qaynar, hala soyuducuya qoymuram. Sonra soyuducuda saxlayacağım. Hardasa bir yarım saat tam soyusun. Kremi soyuducuda saxlamışdım. Tam belə soyub. Üstünü streçlə bağlamışdım. Çıxardıram. Üzərinə qaymaq, adi qaymaq, yəni slivki. Mağazalarda satılan belə qutuların içində olan. Bir baş sulu, yox, bu qatı olan qaymaqdandır. Bir dənəsi bütöy. Qaçışdırıram. Bir dənə paçka bir paçka vanil də əlavə edirəm. Mən həmişə kremi pişəndə vanili əlavə eləmirəm. Soyandan sonra ən axırda, yəni vanili qatıram ki, onda tamı qalır. Krem də hazır oldu. Belə. Hazırlayıb yesəz elə bil ki, dondurmadır. Plambirin dadını verir. Qıraqlarını qızartmışdım. Onu da blenderdan belə keçirtdim. İstəsəz toz şəklində də elə bilərsiniz. Mən biraz belə diri-diri. Bir-bir kojlarımızı qoyuruq. Belə ilk lavaş kimi qurudur da. Bu krem birazdan oturacaq, canına olacaq. Yediyimiz kimi, yumuşaq. Lavaşı deyim də, yəni bu xəmiri qoyanda üstünə belə, yəni belə bastırmayın. Yəni əlinizlə əzməyin də aşağı yapışsınlar. O özü xəmir, krem ona propitasiya olduqca belə preslənəcəklər. Maşallah çox belə hündür alınır. Dadı da çox superdir. Məsləhət görərdim hazırlayasınız. Çox tez hazırlanır. Tam belə xəmiri gözlətmirik.
hamısı bir yerdə yarım saat, 40 dəqiqə uzağı vaxt apara bilər. Yəni kremi bişirdiniz, ilk kremi bişirib qoyasınız, sonra bunların hamısını bir-bir listlərə. Mən əslində olur ki, tez bazar lazım olur, tez lazım olur ki, tort hazırlansın. İsti-isti. Yəni krem soyuq olur. Olur ki, bu isti-isti kənara qoyuram, ikinci pişənə qədər bunu kremləyirəm. Bax, elə daha tez, bir yarım saat, 40 dəqiqə hazır olur. Все, krem də tam. Hazırladım. Qıraqları kremdir, yayılıb, ona fikir vermirik. Çünki ovuntunu hələ qıraqlarına belə qəşəngcə səpməliyəm. Bu qıraqda tökülən belə ovuntuları götürüb üzərinə tökürəm. Qıraqda belə ovuntular ki tökülür. Onları yığıram təzədən üstünə, üzərinə. Hazır oldu. İndi bunu soyuducuda, istəyirsiniz soyuducuda saxlayın, problem deyil. Mən elə qaba qoymuşam ki, soyuducuya girmir. Kənarda hardasa 2-3 saat saxlayacağam. Amma yaxşı olar ki, bunu gecədən hazırlayasınız, səhərə olur dondurma kimi, belə kəsməklə, belə əsas da gecədən hazırlasa səhərə qədər də tortun effekti onda bilinir. Belə kəsəndə də yağ kimi kəsilir, yumuşaq olur. Amma belə, yəni bizim uşaqlar kimi dözümsüz olanda 2-3 saat bəs eləyir ki, kəsib yeməyə. Siz də hazırlayın, nuş olsun. Bir qarışıq.